Bugün Laçın şəhəri günüdür. Bugün 26 avqust. Bundan 4 il əvvəl 2022-ci ildə Laçınımız azad edildi. Bir dəfəlik əbədi olaraq öz doğma vətəninin növbəti dəfə bir parçasına çevrildi. Azərbaycan öz suverenliyinə imza atdı və Laçının azad edilməsi əslində zəfərin və böyük qayıdışın rəmzi olaraq qiymətləndirilməlidir. Laçın da Qarabağımızın digər uzun illər işğal altında qalan torpaqları kimi çox məşəqqətli, 30 il ərzində çox əzablı yol keçdi. 92-ci ilin may ayının 18-də erməni işğalçıları və onların havadarlarının sayəsində Laçın torpağı, Laçınlılar böyük bir təcavüzə məruz qaldılar. Amma ötən illər ərzində Azərbaycan dövləti heç bir zaman öz məramından, öz məqsədindən bir an olsun belə yan keçmədi. Hər bir zaman bütün dövrlərdə cənab Prezident İlham Əliyevin söylediyi kimi o müqəddəs günaha hazırlaşdıq biz. Bəli. Və həmin günə qədər bəlkə də dünyanın hərb tarixində mövcud olmayan bir taktika ilə biz müharibəyə başladıq və 44 günün ərzində torpaqlarımızı, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdik. Və məsələ bununla da bitmədi. Biz həmin torpaqları dirçətməyə başladıq. O torpaqlara həyat gəldi. O torpaqlarda Azərbaycan insanının ayağı dəydi. O torpaqlarda infrastruktur yeniləndi. O torpaqlarda hava limanları tikildi, məktəblər tikildi və həmin torpaqlara böyük köç başladı. Və Azərbaycan insanı, Azərbaycan vətəndaşı bəlkə də artıq bir zamanlar ümidinin itdiyi günləri çox-çox geridə buraxaraq öz doğma yurd yuvasına, öz doğma ev eşiyinə yenidən dönməyə başladı. Laçın da həmin ərazilərimizin, həmin bölgələrimizin biri kimi son illərdə işğaldan azad olunduğu gündən etibarən durmadan inkişaf edir, durmadan böyüyür, durmadan gözəlləşir. Bütün Qarabağımızın dilbər güşələri kimi Laçın da öz qədimliyini yenidən özünə qaytarır. Öz Azərbaycanlılığını özünə qaytarır yenidən. Və biz əlbəttə ki, bütün bu işlərin, bütün bu fəaliyyətlərin, bütün bu uğurların müəllifi olan, öz silinməz imzasını atan cənab Prezident İlham Əliyevə çox borcluyuq və təşəkkür edirik. Biz eyni zamanda bugün Laçın uğrunda, Qarabağımızın hər bir qarşı uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizi bir daha ehtiramla yad edirik. Qazilərimizə şəfaət edirik, veteranlarımıza təşəkkür edirik, xalqımıza təşəkkür edirik ki, həmin günlərdə xalq, ordu, dövlət, prezident birliyi sayəsində biz mümkün olmayanı mümkün etdik. Azərbaycan xalqı öz möhtəşəmliyini, dövlətinin, prezidentinin yanında bir əskər kimi olduğunu bütün dünyaya nümayiş etdirdi və isbat etdi. Bugün artıq bir daha qeyd etmək istəyirəm ki, biz böyük inkişaf yolundayıq. Biz bugün Qarabağımızı yenidən qururuq və Laçında da gedən işlər düşünürəm ki, həmin bu quruculuq işlərinin əhəmiyyətli bir parçasıdır. Və bu gün münasibətilə, Laçın günü münasibətilə mən bütün Laçınlıları, eyni zamanda bütün Azərbaycanımızı təbrik etmək istəyirəm. Uğurlarımız bol olsun, zəfərlərimiz bol olsun.